Qədim Asiyanın sonsuz çöllərində elə bir sərkərdə doğuldu ki, onun adı əsrlər keçsə də, hələ də qorxu və heyranlıqla xatırlanır. O dünyanın ən böyük quru imperiyasını quran adam idi. Bu insan Çingiz xan idi. 1162-ci ildə indiki Monqolistan ərazisində Temuçin adı ilə dünyaya gələn gələcək hökmdarın uşaqlığı çox ağır keçdi. Atası zəhərlənərək öldürüldü və ailəsi qəbilə tərəfindən tərk edildi. Kiçik Temuçin anası və qardaşları ilə birlikdə aclıq, soyuq və yoxsulluq içində yaşadı. Hətta sağ qalmaq üçün vəhşi bitkilər toplayır, balıq tutur və ov edirdi. Lakin bu çətinliklər onu sındırmadı. Gənc yaşlarında müxtəlif Monqol tayfalarını öz ətrafında birləşdirməyə başladı. O gücə yox, sədaqətə və bacarığa önəm verirdi. Ən sadə döyüşçü belə istedadlı idisə, yüksək vəzifəyə təyin olunurdu. Bu yanaşma ona güclü və sadiq ordu yaratmağa imkan verdi. 1206-cı ildə bütün Monqol tayfaları bir qurultayda onu Çingizxan, yəni böyük və ya ümumdünya hökmdarı elan etdilər. Məhz bundan sonra tarix dəyişməyə başladı. Çingizxan ordusunu son dərəcə intizamlı şəkildə təşkil etmişdi. Döyüşçüləri at üstündə inanılmaz sürətlə hərəkət edir. Uzaq məsafədən ox atmaqda ustalaşmışdılar. Onlar saxta geri çəkilmək kimi ağıllı taktikalardan istifadə edərək düşmənlərini tələyə salırdılar. Bu strategiyalar sayəsində ard-arda böyük qələbələr qazandılar. Qısa müddətdə Monqol imperiyası Çin torpaqlarından Mərkəzi Asiyaya, İran və Qafqaza qədər genişləndi. Onun ordusu qarşısında dayana bilən dövlətlərin sayı çox az idi. Şəhərlər təslim olduqda əhali adətən bağışlanırdı. Ancaq müqavimət göstərən şəhərlərdə çox ağır qırğınlar baş verirdi. Buna görə də Çingizxanın adı bir çox xalq üçün həm qorxu, həm də dağıntı ilə yadda qalıb. Bununla belə o yalnız Fatih deyildi. Çingizxan imperiyada sərt qanunlar sistemi yaratdı. Ticarət yollarını qorudu və müxtəlif dinlərin nümayəndələrinə ibadət azadlığı verdi. Onun dövründə İpək yolunda ticarət daha təhlükəsiz hala gəldi və Şərq və Qərb arasında əlaqələr gücləndi. 1227-ci ildə Çingizxan yürüş zamanı vəfat etdi. Ölümünün dəqiq səbəbi bu gün də məlum deyil. Bəzi mənbələr xəstəlikdən öldüyünü yazır. Digərləri isə atdan yıxıldığını iddia edir. Onun harada dəfn edildiyi hələ də tarixin ən böyük sirlərindən biridir. Bu günə qədər məzarı qəti şəkildə tapılmayıb. Çingizxanın ölümündən sonra oğulları və nəvələri imperiyanı daha da genişləndirdilər. Bir vaxtlar onun hakimiyyəti Sakit Okeandan Şərq Avropaya qədər uzanırdı və bu tarixdən böyük quru imperiyası hesab olunur. Bəziləri Çingizxanın amansız işğalçı, digərləri isə dahi sərkərdə və dövlət qurucusu sayır. Ancaq bir həqiqət dəyişmir. Onun qurduğu imperiya dünya tarixinin gedişini dəyişdirdi və adı bu gün də tarixin ən məşhur hökmdarları siyahısında